Sözünü tez bitirsin, mən deyim. Bəli, bu hallarda yenə qarşı tərəf ya hörmətsizlik etməmək üçün onu dinləməyə çalışırdı ki, yox o fikrini desin, ya da ki, öz fikrini bildirirdi ki, mən sözümü deyim sonra. Amma indiki dövrdə yenə də vurğulamaq istəyirəm, sadəcə biz eşidirik, görürük və eşidirik. Mobil tətbiqlərdəki həmin o sosial platformalar necədir? Ya çeviririk, baxdıq qısadır, 30 saniyədir, 1 dəqiqədir, maksimum 3 dəqiqə olur da, ən çoxu YouTube platformasındadır. Digərlərində rahat şəkildə 2 dəqiqə, 3 dəqiqə. Hətta bəziləri o qədər səbirsiz olub ki, o 3 dəqiqəni belə dinləmir. Sona gəlir, çatır. Əsas nəticəyə gəlib çatır. Prosesə. Salam, hər vaxtınız xeyir olsun. Əziz Planet FM dinləyiciləri, siz Azərbaycanın ilk elmi maarifləndirici radiosunu eşidirsiniz. Bu andan etibarən zaman maşınında səyahətimiz başlayır. Sizinlə mənəm Nigar və bugün müasir dövrün problemi adlandıra biləcəyimiz bir məsələ haqqında söhbət edəcəyik. Qarşıdakı vaxt ərzində ünsiyyət problemlərindən danışacağıq. Müasir dövrdə ünsiyyət problemi niyə yaranıb? Yoxsa bəlkə bizə elə gəlir ki, ünsiyyət problemləri məhz müasir dövrlə, texnologiya ilə bağlıdır. Bəlkə əvvəl də belə idi, sadəcə bu barədə az danışılırdı. Bütün bu mövzular ətrafına söhbət etmək üçün studiyamızın qonağı diksiya və ünsiyyət bacarıqları üzrə mütəxəssis Şəfiqə xanım Xaliqova olacaq. Şəfiqə xanım, xoş gəlmisiniz. Təşəkkür edirəm ki, dəvətimizi qəbul etdiniz və gəldiniz. Çox sağ olun, minnətdaram. Hər kəsi salamlayıram, bizi dinləyənləri. Əslində seçdiyiniz mövzu o qədər günümüzün ən aktual mövzusudur ki, və düşünürük ki, bəzən sizin dediyiniz kimi texnologiyanın burada böyük bir rolu var. Əlbəttə ki, qismən təsir edir, ancaq bu gün hər şey bizim özümüzdən asılıdır. Vaxtı düzgün idarə etmək adı altında biz öz doğmalarımızdan uzaqlaşırıq. Əslində texnoloji avadanlıqlar bizə yaxını uzaq etsə də doğmaları yadlaşdırır və bəzi hallarda biz təəssüflər olsun ki, bunun yaxşı tərəfləri ilə paralel olaraq mənfi tərəflərini də həyatımıza daxil etmiş oluruq. Doğrudanmı texnologiya ilə bağlıdır ünsiyyət problemlərinin mövcudluğu, yoxsa əvvəl də var idi bu məsələlər? Dediyim kimi, bu barədə heç kim danışmırdı və heç kim ona diqqət yetirmirdi. Əslində ünsiyyət elə bir vacib amildir ki, biz həyatımızın hər sahəsində ondan istifadə edirik. Sadəcə əvvəllər daha çox bizim əlimizdə olan vasitə şəhər daxili telefonları idi və biz bununla ən rahat şəkildə, ən azından bayramlarda danışa bilirdik, tez-tez hal-əhval tuta bilirdik. Lakin ən vacib olan nə idi el arasında? Hamı bir-birini ən azından bayramlarda gedib yoxlayardı. İndi isə sosial platformaların bizə verdiyi o qədər rahatlıqlar var ki, və biz nəticə etibarilə burada həmin o funksiyalardan istifadə edərək ən yaxınımızdakına belə sanki telefon vasitəsilə virtual vaxt ayırırıq və adını da qoyuruq ki, biz artıq vaxt ayırmışıq onsuz da onlara. Amma nə qədər o virtual münasibət bizim isti münasibətimizi əvəz edə bilər ki, təəssüflər olsun ki, belə deyil. Əlbəttə uzaqda olanlar üçün çox yaxşıdır bu. İnsanlar başqa ölkələrdə artıq bir düymə vasitəsilə rahat şəkildə ünsiyyət qura bilirlər. Amma yaxınımızdakılar üçün ən azından şəraitimiz və vaxtımız varkən biz texnoloji avadanlıqların üstünlüyü ilə yanaşı real həyatın bizə verdiyi və əvəzsiz dəyəri olan həmin bu üstünlüklərdən istifadə etməliyik. Ünsiyyət yanımızda olan insanlarla ən azından gün ərzində vaxt ayıraraq ünsiyyət qurmalıyıq. Əslində insanları çox da qınamaq olmaz, çünki elə bir dövrdəyik ki, hal-hazırda məişət qayğıları, iş, yol, müxtəlif səbəblərdən dolayı insanlar təəssüflər olsun ki, əslində onlar həmişə var idi. Bəli, zamanını idarə edə bilmir. Lakin əvvəllə müqayisədə indi biraz daha çətinləşir. Çünki insanların əsas fokusu evdir, işdir, əsas özünə vaxt ayırmağa, ailəsinə vaxt ayırmağa çalışır. Yenə deyirəm, zamanı idarə etmək adı altında burada biraz fərqlilər yaranır. Biz düşünürük ki, özümüzə vaxt ayıraq, lakin yenə də virtual bir münasibətlə yaxınımızdakıları, qohum-əqrabamızı da yoxlayaq, lakin düşünmürük ki, fərqli bir enerjisi var üz-üzə ünsiyyətin, birlikdə vaxt keçirməyin, dostlarla, eyni zamanda qohumlarla fərqli bir enerjisi var və təəssüflər olsun ki, sosial media bir növ öz ağuşuna alıb insanları və belə olduğu halda insanlar real həyatdan uzaqlaşır. Bu təkcə ünsiyyətdə deyil, artıq insan özü ilə də ünsiyyətdə burada kəsintilər yaşayır. Bu özü ilə olan ünsiyyətə, öz münasibətlərinə, dostluq, şəxsi münasibətlərə, valideyn-övlad münasibətlərinə belə təsir edir. Çünki baxın, hər kəsin əlində ağıllı telefon, ağıllı planşetləri var. Nəticə etibarilə nə yaranır burada? İnsanlar sanki eyni evdə bir-birinə yad olurlar. Yəni bu təbii ki, əvvəl də var idi, amma əvvəl bu qədər bizim sosial platformalar, ağıllı cihazlar həyatımıza daxil olmamışdı. Məncə biz biraz idarə etməni düzəltməliyik burada. Burada biraz məncə Şəfiqə xanım kollektiv yanlış yaddaş deyirlər, o da var.
Bilirsiniz nəyə görə? Çünki mən TikTokda daha çox çıxdı bu videolar qarşıma. Çox insan yazırdı ki, fərq etməz, istər TikTokun Rus segmentində, istər bizdə, istər Türk segmentində hamı yazırdı ki, fikir verdiniz 2026-cı ilin gəlişini heç kim təbrik etmədi bir-birini, yəni kütləvi şəkildə. Amma məncə hamını təbrik etdi də. Əvvəllər bəli, mən razıyam. Əvvəlki illərlə məsələn 2023-lə, 24-lə müqayisə etsək, sanki saat 12 tamam olan kimi, yeni ilin ilk saniyələri gələn kimi kollektivdə məsələn iş yoldaşlarımız da bir-birini təbrik edirdi. Amma onsuz da kollektivdə çalışdığımız insanlar həmən günün qeyri-iş günü olduğunu da nəzərə alsaq və insanların gündəlik o bayram qayğılarıyla əhatələndiyini nəzərə alsaq, vacibdir ki, məsələn ilk saniyələr olan kimi iş yoldaşları mütləq bir-birini təbrik etsin. Və ünsiyyət problemi demişkən, Anarın məşhur bir əsəri var, Ötən ilin son gecəsi. Onun əsasən tamaşa da var. O tamaşa yəni 40 il bundan əvvələ əks etdirir, amma orada da ananın gözü qalır stasionar telefonda ki, övladları zəng vurub onu təbrik edəcəklər və yaxud da övladları eyni süfrə arxasında əyləşib yeni il onunla bərabər qarşılayacaqlar, amma onların hərəsi öz tanışlarının, dostlarının yanına gedir. Yəni bu məncə həmişə olub. Nə texnologiyanın üstünə ataq bunu, nə ünsiyyət problemlərinə ataq. Kim kiminlə ünsiyyətdə olursa, olur. Sadəcə biz bəzən insanlara çox qayğı yükləyirik, özümüz diqqət mərkəzində olmaq istəyirik və buna görə də bizdə səhv təəssürat formalaşır. Xüsusilə də sosial şəbəkələrin təsiri bax burada var ki, qeyd etdiyim kimi yanlış kütləvi yaddaş. Hamı yazır ki, fikir verdiniz bu il heç kim bir-birini təbrik etmədi. Digərləri yazır, bəli, məndə də belə oldu. Biz hamımız simulyasiyada yaşayırıq. Matrisanın səhvidir bu. Amma təbrik edənlər etdi və mən şəxsən istəmirəm ki, kimsə məni yeni ilin ilk saniyələrində narahat etməyə başlasın. Əgər o mənim doğmam, ailə üzvüm deyilsə, mütləq iş yoldaşları başlasın bir-birini təbrik etməyə. Onsuz da günorta saatlarında təbrik etmişik. Mütləq vacibdir. İlk dəqiqələrdə də təbrik etsin. Məsələn, siz deyirsiniz ki, istəmərəm ki, məsələn, yeni ilin ilk dəqiqələrində kimsə məni təbrik eləsin. Amma əvvəllər artıq insanlar fikirlərini rahat deyə bilirlər, yox deməyi bacarırlar. Ona görə fikirləşirlər ki, mən bunu indi eləməsəm də olar. Amma əvvəllər belə deyildi axı. Mən yeni ilin ilk saniyələrini təbrik eləmədim filan kəsə, ayıb oldu. Sabah üz-üzə gələndə nə olacaq və ya o məndən gözləyirdi, o bizi təbrik eləmişdi. Sizin dediyiniz kimi insanların üzərinə çox gözləntilər yüklənir və nəticə etibarilə insanlar nəyəsə məcbur qalıblar və bu ənənə halında davam edib. Təbii ki, təbriklərin də özünüz bilirsiniz ki, şablon təbriklər var. Nə bilim, məncə deyirlər ki, hə, şablon da olsa təbrik eləyib də bir diqqət ayırıb. Amma mənə görə təbrikin də bir xüsusiyyəti var, qayğıdır, dəyərdir. Əgər biz sevdiyimiz insanları təbrik ediriksə, onlarla həmin o enerjini, həmin o bayram əhval-ruhiyyəsini paylaşmaq istəyiriksə, nə gözəl. Onlara ən azından hər birinə bir 30-40 saniyə ayırıb sadəcə bayramın mübarəki xoş niyyətlə yaza bilərik. Və dediyiniz kimi yenə biraz dövr dəyişdikcə insanların müəyyən bacarıqları yox demə bacarığıdır, özümə qayıtmaq, öz ailəmə, yəni balaca öz ailəsində qalmaq daha çox onlar üçün vacib olur. Ona görə dəyişən vəziyyətlər var. Amma yenə də burada təkrar vurğulamaq istəyirəm ki, bəli, mən sizlə razıyam. Hər şeyi nə sosial şəbəkələrin və ya texnologiyanın üstünə ata bilmərik. Çünki qismən təsiri var. Lakin hər şeyi idarə edən bizik. Ona görə də burada idarə etmə bacarığı, bayaq da vurğuladım, bizə aid olmalıdır. Vaxtı da, sosial şəbəkəni də, ailə və digər qohum-əqrabanın ünsiyyətdə 40 il əvvəl də necə stasionar telefonda göz qalırdısa, çünki gözlənti var idi valideynin övladından, ən yaxınların bir-birindən. İndi də elədir. İndi də ən azından valideyn övladı uzaqda da olsa gözləyir ki, ona ən azından WhatsApp və digər sosial platformalardan zəng gəlsin. Bunu eləməyənlər olduqda da yenə deyirəm, sizin dediyiniz kimi gözləntilər formalaşır və bu təəssüflər olsun ki, təkcə valideyn-övlad münasibətlərində olmur. Artıq sosial münasibətlərdən ta ki evimizin içinə qədər, bütün şəxsi münasibətlərə qədər özünü göstərir. Və şablon təkrarlanan mesajlar məsələsinə də toxunacağım. Çox kiçik bir fasiləmiz var. Daha sonra bu ünsiyyət problemlərinin öhdəsindən necə gələk, onları necə həll edək, bu mövzuda söhbətimizi davam etdirəcəyik. Əziz dinləyicilərimiz, bu gün diksiya və ünsiyyət bacarıqları üzrə mütəxəssis Şəfiqə xanım Xaliqova ilə bərabər müasir dövrün ünsiyyət problemlərindən danışırıq və o şablon mesajlara gəlmək istəyirəm. Şəfiqə xanım, bu il o fikrə də rast gəldim ki, yaxşı olardı ki, hamı bizi o şablon mesajlarla təbrik etsin. O ulduzlar parlayan, qızıl güllər çıxan mesajlara, nəinki süni intellekt videoları ilə. Çünki süni intellekt videoları o qədər yayılıb və çox təəssüf olsun ki, o qədər bezdirib ki bizi. Bu videolarla təbrik etmək biraz belə kimsə məni yola verdi kimi təəssürat yaradır insanlarda və bəzən də elə insanlar var ki, telefonunda, WhatsApp tətbiqində nə əlaqəsi varsa, hamısına eyni mesajı kopyalayıb göndərir. Bu da bir növ yəni insanda
belə biz axı özümüzü hər şeyin mərkəzinə qoyuruq. Biraz özünə qarşı insan da məni də başqalarından bir tutdu kimi fikir formalaşdırır. Belə mesajlara cavab vermək lazımdır yoxsa yox? Öncəliklə onu bildirim ki, baxın illər əvvəl kimsə şablon mesaj göndərəndə indi süni intellektlə göndərilən mesajlara verilən reaksiyalar verilirdi. Hamısı şablon mesajdır və s. İndi süni intellekt alıb onun yerini. Zaman keçdikcə müasir dövr nə verirsə, biz də onu həyatımıza tətbiq edəcəyik. Bayaq dediyim kimi, biz sadəcə ən yaxınlarımız, əgər təbrik eləmək istəyirsə, ən yaxınlarımızı təbrik edək. Yox, təbrik etmək kimi bir öhdəliyimiz varsa, yenə də bir quru bayramın mübarək məncə kifayət eləyər, yoxsa müxtəlif bərbəzəkli şablon mesajlar istər-istəməz standartlaşır. Məsələn, mən də sizə göndərirəm, digər yoldaşlarımıza da göndərirəm və hamısına eyni anda işarələyib göndərirəm. Orada onsuz da hamı bilir ki, deyək ki, biz eyni mühitin insanıyıq, kollektivdəyik və s. Fərqlilik olmur, amma yenə də o mesajı belə açmırlar ki, əşi hamıdakı kimidir də. Baxın, orada bir bayram ab-havası olmur, standartlaşır. Yenə deyirəm, əgər biz o dəyərləri paylaşmaq istəyiriksə, bir cümlə ilə belə onu edə bilərik, amma özümüzün yazdığı, özümüzün səslə dediyimiz mesajlar daha dəyərli olur. Və bəzən emojilərlə məsələn cavab verirlər adama. Mən rəsmi bir kiməsə mesaj yazmışam və cavabında mənə emoji ilə kimsə cavab verir. Bu doğrudur ünsiyyətdə. İndi biz istər-istəməz bu cür emojidən, nə bilim, smile-dan və s.dən danışmalıyıq. Çünki müasir dövrümüz belədir. İnsanlar verbal ünsiyyətdənsə belə buna üstünlük verirlər. Bəli, təəssüf ki, indi bu da texnologiyanın inkişafıdır. Yəni, bizim yolumuz da budur. Yəni bunun əksini çox təəssüf ki, müşahidə etməyəcəyik. Bu doğrudur. Yəni hər bir mesaja mütləq emoji əlavə etmək, hər bir standart quru yazılan, rəsmi yazılan mesaja da emoji ilə cavab vermək. Bunlar ümumiyyətlə ünsiyyət etikasında sizə rəsmi işgüzar mesaj gəlibsə, sosial mesaj gəlibsə, yəni sosial statuslu kimsə həmin o çevrədən göndəribsə, mütləq şəkildə ona cavab vermək lazımdır. Burada məcburiyyət söhbəti deyil. Burada qarşı tərəf olan hörmətdir. Dediyim kimi, iki tərəfli hörmətdən söz gedir və ünsiyyət etikası bunu tələb edir. Lakin biz tutaq ki, bunu kimə edə bilərik, kimə emoji göndərə bilərik. Dostlarımız yazırsa, dost onsuz da biz onlarla danışırıq, ailə üzvlərimiz həmçinin. Yerdə qalır o bayaq dediyim kimi münasibətdə uzaq olan, amma bir öhdəlik və məcburiyyət duyan insanlar var ki, bunlar bayram təbrik edirlər. Artıq emoji göndərməyimi, açıb o mesaja cavab verməyimi o insanın öz seçimi olacaq. Məndən olsa bizi istər şablon mesajla, istər süni intellektlə fərqi yoxdur. O işarələyən insan belə hardasa sahib seçirkən bu adama da göndərim, düzdürmü? Lap öhdəliyimi var, məcburiyyətimi var, bunu edir. Hər kəsin hörmət anlayışı fərqlidir. Mən şəxsən subyektiv yanaşım ki, mən olsam ki, belə hallar olur, mütləq şəkildə sadəcə yazıram ki, sizinlə bahəm və ya səninlə bahəm. Düşünürəm ki, qarşı tərəfə verdiyimiz dəyər fərqi yoxdur, hansı statusdadır, bizdən başlayır. Biz özümüz seçimimizi edərək o hörməti göstərə bilərik. Amma ünsiyyət bacarıqlarımızdan çoxdur ki, gün ərzində ola bilər bizim siyahımızda, telefon siyahımızda nə qədər insan ola bilər. Gələ bilər bizə 60-70 eyni cür mesaj, hamısına çatdıra bilməsək belə, biz də qarşı tərəfin bizə etdiyi üsuldan istifadə edə bilərik. Səninlə bahəmi və ya sizinlə bahəmi işarələyib hamıya göndərə bilərik. Ayıb bir şey olmayacaq buradakı. Məncə emoji göndərməkdənsə, bir reaksiya verməkdənsə, bir sözlə bunu ifadə ilə etmək olar, amma yenə də kiminsə mesajını cavabsız qoymamış sayılırıq. Ünsiyyət bacarıqlarımızdan hansı aşınıb? Məsələn, əvvəl olan hansı ünsiyyət bacarığımızı biz indi itirmişik? Texnologiyanı bir kənara qoysaq, hansı psixoloji sədlər var aramızda bu baxımdan? Hal-hazırda insanlar üz-üzə gəldikdə kimlərlənsə ünsiyyət qura bilmir. Çəkinirlər, müəyyən komplekslər yaşayırlar, səsində, danışığında, sözlərində. O qədər ki, xarici dil bizim dilimizə nüfuz edib, sirayət edib. Toxunub, eyni zamanda bu insanların özündən nasıldır? Məncə yenə də deyirəm, Azərbaycan dilini, ana dilini üstün tutmaq hər birimizin bacara biləcəyi bir şeydir. Lakin təəssüflər olsun ki, gündəlik həyata fərqli dilləri biz gətirib çıxartmışıq. Bu dili zədələdiyi kimi eyni zamanda insanların ünsiyyət bacarıqlarını da zədələyib. Çünki bir insan qarşısındakı insanı yeni tanıyır, bilmir. Deyək ki, rəsmi işgüzar, sosial bir münasibətdə və belə olduğu halda hər dili qarışdırıb danışır. Bilir ki, artıq yanlışdır və belə olduqda komplekslər yaranır. Bundan əlavə insanların özü ilə ünsiyyəti itib. Ən bərbad hissə budur. İnsanlar özü ilə olan ünsiyyəti itiriblər və nəticə etibarilə özü ilə itən ünsiyyət bizim sonrakı münasibətlərimizə təsir edir. İstər şəxsi münasibətlərimizə, istər ailə münasibətlərimizə, istərsə də işgüzar münasibətlərə. Və ən vacib olan, ən təhlükəli olan hissə bizim real ünsiyyətdə artıq bir kompleksimizin olmasıdır.
Özü ilə olan ünsiyyət deyəndə nəyi nəzərdə? İnsan özü ilə danışmağı, öz vicdanı ilə tək qalmağını, yoxsa nəyi nəzərdə tutursunuz? İnsan artıq necə ki özündən qopur, insanın öz səsindən, öz fikirlərindən uzaqlaşdığı hal olur. Çünki bir standartdadır, bir qəlbin içindədir. İstər hal-hazırda süni intellektin o qədər çox insana köməyi dəyir ki, insan artıq fikirləşmə, öz ideyalarını yazma, öz ideyalarını şifahi formada demək bacarığını belə zəiflətmiş olur. Nəticə etibarilə ya hardansa götürür surətini yapışdırır. Bu nə edir? Bizim istər-istəməz dil bacarıqlarımızı zəiflədir. Eyni zamanda səs göndərmək deyək ki, sosial şəbəkə nəyisə bizdən əngəlləmir də, əksinə müəyyən şəraitlər də yaradır. Məsələn, mənə görə səs göndərmək çox yaxşıdır. İnsanların öz səsi ilə ən azından o yeni əlaqəni bərpa etmək üçün çox yaxşıdır. İnsanlar bundan belə qaçırlar. Özü ilə ünsiyyət dedikdə insanın təkrar deyirəm, öz fikirlərini dinləməmək, öz ideyalarını ortaya qoya bilməmək kimi bir vəziyyət yaranır. Sonra isə bu ailə münasibətlərinə təsir edir. Məlum məsələdir. Evdə hamının əlində ağıllı cihazlar var, telefon, planşet, artıq televizorlar da eynidir. Düşünmürəm artıq kimsə televizora baxır, çünki sosial şəbəkələr, media bunu o qədər rahatlaşdırıb ki, insan üçün. Necə ki, indi kimin evində, çox az adamın bəlkə evində şəhərdaxili telefon var. Və belə olduğu halda insanların ailə münasibətləri pozulur. Sürətini köçür, yapışdır. Başqa insanlarla da ünsiyyəti o qədər standartlaşdırıb ki, artıq kimsə yazı yazanda, mənim də çevrəmdə var, yazı yazanda biz hansı ki, müəyyən bir dövrün insanları deyir ki, yazma. Zəng vur, ən azından bir normal ünsiyyət quraq vaxtımız varkən, nahar fasiləsində və s. Ona görə insan burada təəssüflər olsun ki, çox böyük bir bariyerlər yaranır və onları aşmaq üçün özü cəhd eləməlidir. Mən bir şeyə fikir vermişəm ki, Şəfiqə xanım, bax dediniz, səs göndərmək funksiyası var bir çox tətbiqlərdə. Mən fikir vermişəm ki, elə insanlar var ki, onlar səs göndərəndə də onların nə istədiyini anlaya bilmirsən. Və məcbur olub ona deyirsən ki, demək istədiyini yazılı formada yaz, mən başa düşüm ki, sən nə istəyirsən. Və görürsən ki, o yazanda da rabitəsiz yazır. Yəni fikrini izah edə bilmir, çatdıra bilmir. Eyni ilə səsdə necə rabitəsiz danışırsa və sən anlamırsan ki, bu insan səndən nə istəyir, yazıda da eyni cürdür. Amma belə insanlar, məsələn, süni intellektlə ünsiyyət quranda çox gözəl nə istəyirlərsə ondan o sualı onu ünvanlaya bilirlər. Və çox maraqlıdır ki, bax dediniz, televiziya indi nisbətən arxa plana keçib, televizora heç kim baxmır, televiziya, telekanallara heç kim baxmır. Evdəki televizordan biz daha çox, nə bilim, YouTube-a və yaxud da hər hansı bir, məsələn, Netflix-ə baxmaq üçün istifadə edirik. Amma podkast proqramlarının, audio podkastların populyarlığı artıb. İnsanlar sanki öz aralarında ünsiyyət qurmağa çətinlik çəkirlər və çəkinirlər bundan. Amma oturub iki nəfərin uzun-uzadı 3 saat danışığına qulaq asırlar. Və bir var qulaq asınlar, özləri üçün oradan nəsə götürsünlər, o nitqin elementlərini daha sonra öz nitqlərində tətbiq etsinlər, yox sadəcə dinləyirlər. Yəni fon səsi olaraq o dinlənir. Çox maraqlıdır, nəyə görə belədir? Çünki artıq bir kompleks var burada. İnsan özü ünsiyyətə keçmir. Baxın, təhlükəsiz mühitdədir. Ünsiyyətə keçmirəm, danışanı dinləyirəm. O mənə hansı informasiyanı ötürürsə, nə tuta bildimsə tutacağam. Ola bilər o podkastlarda olan informasiyalar o qədər də əhəmiyyətli olmadı həmin insan üçün, amma dinlədi. Təhlükəsiz zonadayam, dinlədim, informasiyanı aldım, başqa bir səs eşitdim, ünsiyyət qurdum kimidir. Amma elə deyil. Baxın, süni intellektlə niyə rahat danışa bilər o adamlar? Çünki qarşısındakı ideal bir deyək ki, funksiyanı icra edən nə soruşsan cavablayacaq. Və orada səni tənqid etməz, səninlə mübahisə etməz, sən hətta onunla mübahisə etmək istəsən belə o necə hər şeyə sakit formada sənə cavab verib vəziyyəti düzəltməyə çalışacaq. İnsanlar artıq ünsiyyətdə belə bir təhlükə olduğundan çəkinirlər. Çünki real ünsiyyətdə deyillər. Real ünsiyyətdə biz mübahisə yaşaya bilərik, münaqişələr ola bilər, fikir ayrılıqları ola bilər. Fərqli situasiyalarda fərqli emosiyalar yaşaya bilər. Amma qarşımızdakı ilə yaşaya bilmir. Yaxı bu süni intellektdir. İnsanda yalnız təhlükəsiz zonada olduğu anlayışı formalaşdığı üçün real ünsiyyətə keçə bilmir. Ona görə fikir qarışıq olur danışanda və ya yazanda. Rabitəsiz nitq onun öz fikirlərini doğru və axıcı şəkildə təqdim etməyə imkan vermədiyi üçün olur. Və maraqlıdır ki, Şəfiqə xanım, burada bir təzad ortaya çıxır. Biz podkast proqramlarını dinləyirik uzun-uzadı, amma canlı insanı dinləmə qabiliyyətimizi itirmişik. İnsanlar hövsələsiz olublar canlı ünsiyyət vaxtı kimisə dinləməyə və bu da empatiya duyğusunun da azalmasına gətirib çıxarıb. Məsələn, psixoloqlar nəyə görə psixoloqdur? Onlar oturub pasiyentlərini uzun-uzadı dinləyirlər. Sadəcə dinləyirlər. Ola bilər hansısa praktik tövsiyə versin, amma sadəcə dinləyir o insanı. Gündəlik adi həyatda məişətimizdə isə biz kimisə dinləmək bacarığını mənə belə gəlir ki, itirmişik. Bilmirəm, siz mütəxəssis kimi daha yaxşı bilirsiniz bunu.
biz dinləmək bacarığını sanki bilmirəm aşılanıb bu bacarıq, hövsələmiz yoxdur, səbirsizlik. Yəni vaxtımızı həmin insana sərf etməkdənsə gedib boş-boş yəni səhifəni çevirib scroll edib deyirlər də buna ingilislər. Scroll edib yəni boş-boş mənasız videolara baxarıq daha çox. Ümumiyyətlə dinləmə bacarığı bu günümüzün problemi deyil, əvvəldən var idi. Sadəcə olaraq sosial platformaların və müasir texnologiya sanki bizim o yaramızı daha da dərinləşdirdi. Əvvəl də dinləmə bacarığında problem olan insanlar var idi. Danışmaq üçün dinləyənlər var idi. O sözünü tez bitirsin mən deyim. Bəli, bu hallarda yenə qarşı tərəf ya hörmətsizlik etməmək üçün onu dinləməyə çalışırdı ki, yox o fikrini desin, ya da ki öz fikrini bildirirdi ki, mən sözümü deyim sonra. Amma indiki dövrdə yenə də vurğulamaq istəyirəm. Sadəcə biz eşidirik, görürük və eşidirik. Mobil tətbiqlərdəki həmin o sosial platformalar necədir? Ya çeviririk, baxdıq qısada 30 saniyədir, 1 dəqiqədir, maksimum 3 dəqiqə olur da. Ən çoxu YouTube platformasındadır. Digərlərində rahat şəkildə 2 dəqiqə, 3 dəqiqə. Hətta bəziləri o qədər səbirsiz olub ki, o 3 dəqiqəni belə dinləmir. Sona gəlir, çatır, əsas nəticəyə gəlib çatır, prosesə baxmır və belə olduğu halda əlbəttə ki, o real insanı dinləmək istəməyəcək. Çünki onu dinləyənəcən elə gedib başqa işə görərəm tipli düşünürlər, amma bu vaxtın idarə edilməsi deyil. Yəni tamamilə başqa bir şeydir vaxtın idarə edilməsi. Bu tamamilə insanın özünə, öz daxili dünyasına və ünsiyyət bacarıqlarına vurduğu ziyandır. Bəli, əksəriyyətimiz iş adamı deyilik də. İş adamlarının vaxtı qiymətlidir. Onlar vaxt pulda anlayışından sözün əsl mənasında, həqiqi mənasında istifadə edirlər, amma biz yəni kimisə dinləməyə, vaxt sərf etməyə ərinmirik, amma boş-boş özümüzə faydalı olmayan digər işlərlə məşğuluq. Sizcə gələcəkdə bundan da betər olacaq, yoxsa nəsə bir işıq ucu görünür tunelin sonunda? Əslində müasir texnologiya həyatımıza nə qədər çox daxil olarsa, biz onu idarə etməsək, o bizi idarə etsə, bəli, bundan daha da dərin bir vəziyyət yaranacaq və bu mövzular burada danışırıq, daha çox insanlara çatmasına çalışırıq. Lakin insanlar bunu dinlədiyi kimi öz həyatına tətbiq etməyi bacarmalıdır. Çünki elə bir məqamda, elə bir vəziyyətdir ki, yenə deyirəm, ünsiyyət həyatımızın hər sahəsində var. Bu 24 saat hamımızda var. Birimiz çatdıra bilirik, birimiz çatdıra bilmiriksə, demək ki, bu bizim zamanımızın idarə edilməsinə bağlı bir şeydir. Hamımız ictimai nəqliyyatdan istifadə edirik. Mən özümdə istifadə edib tətbiq etdiyim bir şey deyə bilərəm. Hamımız istifadə edirik ictimai nəqliyyatdan. Bəli, son dövrlərdə tıxaclar artır, yolda qalmaq, bəzi insanların işi ilə ev arasında məsafə uzaqdır, çünki hamının elə rahatlığı yoxdur. Amma bunu çox gözəl dəyərləndirmək olar. Kimlənsə danışacaqsa yol boyunca həmin o danışacağımız insanlarla danışa bilərik. Ən azından yoldayıq, gedib çata bilməmişik. Tutaq ki, evə saat 10-da 11-də gedib çatırıq. Gedib hansısa qohumu yoxlaya bilmirik həftə içi. Ən azından yolda o vaxtı bu cür dəyərləndirə bilərik. İnsanlar daha çox deyir ki, mən kitab oxuyuram. Kitab oxuduğum üçün çox rahat şəkildə informasiyanı əldə edirəm. Kitab oxumağın da bir qaydası var. Həmişə tələbələrimə, seminarlarda bunu deyirəm ki, kitab oxumaq ayrı bir şeydir. Amma kitabı oxuduqdan sonra həyatınıza tətbiq etmək və nitqinizi inkişaf etdirmək tamam başqa bir şeydir. Bu da onun kimidir. Biz informasiyanı alsaq belə, ən azından telefon vasitəsilə bu ünsiyyəti qura bilərik. Sonra isə vaxt təyin edə bilərik. Mənim nahar fasiləm var, 1 saatlıqdır misal üçün. Yarım saatını iş yerlərimiz yaxınsa görüşə bilərik. Çox rahat bir şeydir. İnanın ki, insan real görüşdən sonra, məsələn, mən öz dostlarımla və bəzi sosial dostlarımla görüşəndən sonra o 15 dəqiqə görüş belə mənə o qədər gözəl enerji verir. Çünki real insan görürük. Bütün günü kompüterlər, telefon həyatımızın çox böyük bir hissəsindədir. Lakin elə bir vəziyyət gəlir ki, real insanla, öz dostlarımızla fərqli-fərqli xatirələri və ya hansısa bir hadisəni müzakirə edəndə belə o fərqli enerjini alırıq. Ona görə mənə görə gələcəyimizi daha düzgün şəkildə idarə etmək üçün bu gündən başlamalıyıq və sosial şəbəkələr, sosial platformalar çox vacibdir. Hamımız doğru şəkildə istifadə etməyə çalışırıq. Lakin bir şey unutmayaq ki, bizi ağuşuna alan həmin o platforma bütün dünyada var. Və o bizi idarə etdiyi müddətcə biz öz real həyatımızdan, gündəlik həyatımızdakı xoş anlardan da uzaqlaşmış olacaq və bu təkcə münasibətlərə deyil də, məlum məsələdir ki, sağlamlığa da mənfi təsir edir. Psixoloji durum olaraq eyni zamanda insanın özü ilə tək qalması bir növ təkliyə gətirib çıxarır, psixoloji depressiya və s. yaradır. Yəni deməyim odur ki, ümumi olaraq hər bir vəziyyətdə biz gələcəyimizi bu gündən inşa edə bilərik. Ona görə də kimsə deməsin ki, ünsiyyət bacarıqları üçün mən mütləq ki, dərs almalıyam, bunu eləməliyəm, onu eləməliyəm. Elə deyil. Gündəlik həyatımıza sadəcə kənardan üçüncü şəxs kimi
kimi baxıb müşahidə aparsaq, özümüz o boşluqları görəcəyik, səhvlərimizi düzəldə biləcəyik. Ona görə ən yaxşısı elə xırda-xırda, addım-addım hər şey bir limitli, məhdud şəkildə istifadə etsək, bir telefonumuzu yarım saat istifadə etsək, bir platformadan cəmi 15 dəqiqə gün ərzində hissələrlə istifadə etsək, əlbəttə ki, arada zamanımız qalacaq və bunu həm özümüzə, həm də çevrəmizə xərcləyə bilərik. Və Şəfqət xanım, çox maraqlı bir məsələyə toxundunuz siz. İctimai nəqliyyat məsələsi. Psixologiyada belə bir fenomen var da, təsadüfi yol yoldaşı fenomeni. İnsan həyatda ilk dəfə gördüyü və bir daha görməyəcəyinə əmin olduğu insana həyatının bəlkə də ən böyük sirrini danışır. Bəlkə də doğmaları ondan xəbərsiz, amma danışır. Bu da bəlkə ünsiyyət çatışmazlığından irəli gələn bir şeydir və ictimai nəqliyyatda bəzən olur da belə xüsusi ünsiyyət həvəskarları hamı ilə ünsiyyətə girməyə çalışırlar. Amma baxanda görürsən ki, insanın çox böyük psixoloji problemləri var. Bəlkə də yaxınlarına deyə bilmədiyi, ünsiyyətin həddindən artıq az olduğu aşkara çıxır elə adamların ki, hər qarşısına çıxan təsadüfi adamla başlayır danışmağa. Evdə tək filminin ikinci hissəsində var. Kevin McAllister səhv təyyarəyə minir və yanında oturana deyir ki, siz də Florida uçursunuz və o başlayır uzun-uzadı fransızcə danışmağa, o da qulaqlığı keçirir başına. Bax, bəzən elə olursan kiminsə də həddindən artıq ünsiyyət həvəskarı olmağına görə. Mən sizə təşəkkür edirəm Şəfqət xanım. Çox maraqlı idi söhbətimiz, amma təəssüf ki, vaxtımız azdır və istəyirəm ki, verilişimizin ənənəvi sualını sizə ünvanlayım. Əgər zaman maşını ixtira olunsaydı, siz hansı dövrə səyahət edərdiniz? Keçmişə, indiki zamanda qalardınız, yoxsa gələcəyə gedərdiniz? İndiki zamanda qalardım. Çünki keçmiş artıq keçmişdə olub, bizə təcrübələr yaşadaraq bu günümüzə gətirib çıxarıb. Gələcəyə isə getməkdənsə bu günümü gələcəyə doğru düzgün şəkildə inşa edərək, səhvlərimlə, doğrularımla yenə də təcrübə qazanaraq gələcəyə doğru getmək istərdim. Əla, mən sizə uğurlar arzu edirəm. Təşəkkürümü bildirirəm. Çox sağ olun.